Salamlar hər kəsə. Bu gün sizlərlə bərabər diskret riyaziyyatın önəmli mövzularından olan qraflar nəzəriyyəsinin bir digər mövzusu olan homomorf və planar qraflar haqqında danışacağıq. İlk olaraq homomorf qraf deməli nədir o haqqda danışaq. Homomorf bu şəkildə yazılır. Homomorf qraf iki qraf arasında qonşuluğu qoruyan xəritəyə qraf homomorfizi deyilir. Əgər G qrafının hər hansısa bir təpəsi H qrafının bir təpəsinə elə uyğunlaşır ki, G-də qonşu olan təpələr obrazları H-dakı qonşu olan deməli qonşu olsun. Yəni ki, bir qrafın sadə desək belə deyərik də, əlaqələr pozulmur. Əlaqələr pozulmur. İndi sənə demək istədiyimi göstərəcəm. Və kənarlar başqa kənarlara uyğun düşür. Kənarlar başqa kənarlara uyğun düşür. Başqa kənarlara uyğun olur yazaq ya da. Uyğun olur. Nümunə üçün gəlin bir qraf deməli biz çəkək və o qrafın homomorf olduğunu göstərək ki, bu qraf homomorfdurmu? Homomorf olmayan da nətər olur? Məsələn, özümüzdən bir qraf çəksək, mən belə bir qraf çəkərəm. İlk öncə sadə qraflardan götürək, sonradan çətin qraflara gedərik. Burada nümunə yazaq da, nümunə 1. Nümunə 1. Məsələn, bir ulduz kimi bir qrafımız olsun bizim. Baxın bu şəkildə bir qrafımız olsun və bu qrafın təpələri ulduzların bu tillərinin kəsişdiyi bu nöqtələr olsun. Baxın, buralar. Bu hissələr. Deyək, bura A1 təpəsidir, bura A2 təpəsidir. Bura A3 təpəsidir, bura A4, bura A5. İndi biz bu ulduz qrafını elə çəkməliyik ki, yəni bunu elə bir hala gətirməliyik ki, burada elə bir bunun başqa şəkli forması alınsın. Amma məsələn A1-dən A4-ə yenə yol olsun, A1-dən A3-ə yenə yol olsun. Yəni bu yolları və bir də bu əlaqəni qurmalıyam. Məsələn, baxın, gəlin belə bir şey eləyə bilərik. Yazaq A1-i bura. Özümüzdən çəkək də. Məsələn, A1-dən hara olsun? A3-dən A4-ə. Məsələn, A1-dən olsun A3-ə. Biz fərqli formada çəkirik. Elə bir verilmiş bizə şəkli fərqli formada çəkirik. A3-dən A1-dən A4-ə. Sonra başqalardan hara var? A3-dən hara var? A1-ə, bir də A5-ə. Yazaq bura A5. A5. A5-dən hara var? A2-yə, A3-ə. A2 olsun burada. A2. A2-dən hara var? 5-ə, bir də 4-ə. Bəli. Baxın, bu qrafın əslində bu. Bununla necə qrafdır? Siz yoxlaya bilərsiniz. Məsələn, A5-dən A2-yə var. Var. Sonra A3-ə də var. Yəni istənilən buradakı bu təpənin getdiyi bu təpələr arasındakı yollar burada da uyğun şəkildə var. Yəni ki, əlaqələr pozulmur. A1-dən hara yol varsa, burada da A1-dən həmin təpələrə yol olmalıdır. Eyni şəkildə deməli bu bundan necə qrafdır? Homomorf qrafdır. İndi baxaq bir başqa misal nümunəsinə. Məncə rahat bir mövzudur. Nümunə 2 yazaq bura. Düşünək ki, bizə belə bir qraf verilsin. Yəni özümüzdən verək də. Biz gələcəkdə, yəni bundan sonraki mövzuda iki qrafın haqqında da deməli bəzi teoremlər var, onları da sizə danışacağım. Yəni bura olsun birinci təpə, bura olsun ikinci təpə, üçüncü təpə, dördüncü təpə, beşinci təpə, altıncı təpə. Və bizdən deyir ki, buna homomorf qraf qur. Homomorf qraf quranda yenə də deyirəm,
Biz elə qraf qururuq ki, bu şəkli fərqli formaya salıb qururuq. Amma 1-dən yəni 2-yə və 6-ya yol olur. Yəni 1-dən 3-ə yol ola bilməz. 1-dən 5-ə, 1-dən 4-ə yol ola bilməz. Burada necə qurulubsa, həmin qurduğumuz qraf da eyni qraf qurulmadı. Elə bil ki, bunun fərqli bir forması. Məsələn, gəlin istəyirsə quraq. Mən indi ağlımdan qururam. Məsələn, deyirəm bura 5 olsun. Siz nə istəyirsiniz yaza bilərsiniz. Bura 5 olsun. 5-dən hara yol var? 4-ə və 6-ya var. Onda deyirəm ki, 5-dən olsun məsələn. Fərqli bir formada çəkək. 4-də olsun məsələn belə. Bir dəqiqə çəkə bilmədim. 4-ə. Sonra 5-dən 6-ya. 4-dən 3-ə. 4-dən 5-ə var. 4-dən 3-ə yoxdur. 4-dən 3-ə. Sonra 3-dən 2-yə. 2-dən 1-ə. 5 şəkildə. 1-dən də 6-ya. Bəli. Görürsünüz, alınmış qraf homomorf qraf adlanır. Yəni ki, eyni qrafdır. Lakin deməli, fərqli bir formada biz onu çəkməliyik. Bu da olur bizim homomorf qraflarımız. Homomorf qraf haqqında deməli biz bunu deyə bilərik ki, onların arasındakı əlaqə pozulmur və eyni qrafın fərqli bir formada yazırıq. Və hətta burada təpələri biz B1 kimi də işarə edə bilərik. Biraz fərqli olması üçün bunları B1 deyə də işarə edə bilərdiniz. Ya da bunları məsələn 5 üstü xışdırıq kimi də 4 üstü belə də. Yəni fərqli olsun, da adları fərqli olsun. Məsələn burada da üstlərinə xışdırıq qoyaq ki, biraz fərqli bir olsun. Tam eyni olmasında fərqli adlar olsun təpələri. Bu da olur bizim homomorf qraflarımız. İndi isə gəlirik məsələn planar qrafa. Planar qraflar dedikdə nə deməli ortaya çıxır? İstəyirsə onu buradan qeyd edeyim mən. Onu da buradan yazaq. Planar qraflar. Planar qraflar elə qraflardır ki, yəni bunun tərifi də var. Əgər qraf müstəvidə elə çəkilə bilərsə ki, baxın tərifi budur. Əgər qraf, yəni müstəvi dediyimiz burada da, yəni vərəqin üstündə, yəni biz ona müstəvi deyirik. Müstəvidə elə çəkilə bilirsə ki, deməli heç bir kənar kəsişməsin. Heç bir. Biz onu bəzən deyirik heç bir tillər kəsişməsin. O zaman verilmiş bu qrafa planar qraf deyilir. Planar qraf adlanır. Necə yəni? Yəni necə bu planar qraf adlanır da, yəni məntiq var orada. Deməli, baxın, biz gəlin bir qraf götürək, amma deyək ki, onun tilləri kəsişsin. Elə bizim bunu elə göstərmək olar əslində. Baxın, burada görürsünüz, tillər kəsişirlər. Bax, bir burada kəsişir. Baxın, bir burada kəsişir, bir burada kəsişir, burada kəsişir, burada kəsişir, burada kəsişir. Düzdürmü? Mən bunu elə bir hala salmalıyam ki, buradakı bu kəsişmələr yoxa çıxsın. Onu da baxın bu şəkildə eləyə bilərəm də mən. Məsələn, indi burada A1, A2, A3, A4, A5 var. Həmin bu tilləri, bu hissələrini, bunları mən, məsələn, bu A5-dən A2-yə bu yolu var. Mən bunu buradan bura eləyə bilərəmmi? Yəni, bu şəkildə də. Məsələn, mən bunu buradan silərəm. Ay, hamısı silindi. Bir dəqiqə. Yaxşı, gəlin onun şəkli buradan çəkim. Hamısı silinir yoxsa elə olanda. Deməli, A1, A2,
A3, A4, A5. Ən belə rahat elə bu qrafın üzərində başa salmaqda. Deyirəm ki, bu A4 ilə A1 tilini mən bu iki dənə kəsişmədən qurtulmaq üçün nə edirəm? Bax, onu da bu şəkildə yazıram. Qoy birinci bunların təpələrini yazım bura mən. A5, A4, A3, bir də A2 düzmü uşaqlar? İndi bax A5 ilə A4, A1 ilə A4 arasındakı bu həmin baxın bu tilin iki dənə kəsişməsini silmək üçün bax bunun bu tilin. Mən bu tili gətirirəm buradan. Bax bu şəkildə gətirirəm. Oldu mu? Yenə A5-dən A2-yə yol olacaq. Bir də A3-ə yol olacaq. Bu heç, bu qalsın. Sonra baxın, həmin bu tili də bu iki kəsişmədən yox eləmək üçün onu da gətirirəm buradan. Deməli A1-dən A3-ə. Belə. Başqa orada nə qaldı? Hə. İndi A4-dən A2-yə də var. Baxın, A4-dən A2-yə. Həmin bu tili də bu A4-dən A2-yə gətirmək üçün belə çəkə bilərəm. Gətirirəm bura. Deməli, əlaqəmiz quruldu. Deməli, verilmiş mən bu yəni bu qrafı bütün tillərini kəsişmədən çəkə bildim. Onda verilmiş bu qrafa planar qraf deyilir. Verilmiş bu qrafa planar qraf deyilir. Və planar qraf üçün belə bir teorem ödənir. Buna deyirlər Euler düsturu. Mən onu buradan qeyd edeyim. Sonra planar qraflar üçün bir neçə düsturlara baxacağıq. Euler düsturu. Deməli, Euler düsturunda deyilir ki, qrafın təpələrinin sayı onun kənarlarının sayından çıxanda, üstünə də üzlərinin sayını gələndə bərabər olur 2-yə. Bu olur Eulerin düsturu planar qraflar üçün. Yəni, əgər bir qraf planardırsa, bu şərti ödənməlidir mütləq. Necə yəni? Baxın, gəlin biz V-ni tapaq. V bunun təpələrinin sayıdır. Nə qədər təpəsi var bu qrafın? 5 dənə. 5. Y-si nə qədərdir? Y-si də kənarları da, yəni onun tilləri. 1, elə bir ki 1, 2, 3, 1, 2, 3, 4, 5 dənə də. Aha, 5. Üzlərinin sayı da, baxın, bu içərinin sayırıq biz üz olaraq. Dəqiqə, mən bir dənə bunu silim. Məsələn də siz gördünüz ki, ay müəllim, mən bunu belə aça bilmirəm. Onda Eulerin teoremindən gəl elə. Bir bunun içərisi üz sayılır, müstəvi üzü, bir də bunun çölü. Onda da 2 dənə üz olur da. F-i də bunun 2-dir. Onda 5 çıx 5 üstə gəl 2 bərabərdir 0-a. 5 çıx 5 0 üstə gəl 2 bərabərdir 2-yə. Doğrudan da bu qraf planar qraf imiş. Həm də burada ikinci isbatını göstərdik. İstəyirsinizsə gəlin başqa bir baxaq. Başqa bir planar qraf nümunəsinə. Çünki planar qraflar biraz maraqlıdır. Mən ona aid bir neçə şəkil çəkmişdim burada. Bir dənə onun şəkillərini tapım. Aha. Baxın. Məsələn, olsun belə bir qraf. Özümüzdən təbii ki də verək bu qrafı. Görək orada o şərt ödənirmi? İstəyirəm biraz çətin olsun. Məsələn, olsun belə bir qraf. Buradan bura. Özümdən verdim. Adlandıraq 1, 2, 3, 4, 5, 6. İndi planar olması üçün elə bil ki, biz bu tillər kəsişməməlidir. Əlbəttə ki, məsələn, mən bu tili buradan, bu tili necə çəkərəm? Burada kəsişir axı. Onu mən elə buradan gətirib belə çəkə bilərəm. Onlar da belə. Məsələn, bunu silərəm, bax bu hissəni silərəm, bunu. O da hamısı aparır, amma təsəvvür edin ki, bunu sildim mən, bu hissəni. Bu yenə eyni qraf oldu, yenə 1-dən 6-ya yol olacaq.
Bu planar qrafdır. Bəli, biz bunu göstərdik. Amma gəlin Eulerin düsturundan da hesablayaq. Deməli, V-si bərabərdir. V-si neçə dənə təpəsi var? 1, 2, 6 dənə də. Sonra Y-sinə baxaq. Deməli, 1, 2, 3, 4, 5, 6. Y-si də 6. İndi isə deməli, biz F-ni tapaq. Deməli, düz saydıqda 1, 2, 3, 4, 5, 6. Bəli, düz. Zaten altdan təpəsi 6 til olacaqdır. Belə qrafdır da, çünki heç bir til kəsişmir. F-dəki də bir bunun iç üzləri, bir də bunun çöl üzü. O da 2. Deməli, verilmiş qraf planar qraf. Çünki 6 çıxı 6 0, üstə gəl 2 bərabərdir 2-yə. Verilmiş qraf. İstəyirsinizsə məsələn bu Eulerinə gedə bilərsiniz. Ya da ki bu tili silib buradan çəkəndə də o planar qraf olur da. 2 dənə üsulsa dedim. İndi hansı sizin üçün rahatsa onu da edə bilərsiniz təbii ki. Bu olur deməli planar qraflar. Gəlin sizə bir də qrafa baxaq, bir çətin misal nümunəsinə. Belə, 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 bura, 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 bura və bura. Bu olsun bizim qrafımız və bizə deyir ki, bu qraf planardır. Aha, bura çətin qrafdır, düzmü uşaqlar? Yəni ilk baxışda biraz çətin görünür. Əlbəttə ki, bunun içinə baxmalıyıq. İçi görək planardırmı, planar deyilmi? İçinə baxanda bu ulduzdur, bu ulduzdur. Və bu da elə ulduz biz bir ara dedik ki, planar qrafdır ulduz. İstəyirsə gəlin bunu mən planarlığını buradan çəkim. Birinci gəlin Eulerə görə deyil, Eulerə görə eləməyək. Elə bunun şəklini çəkək. Bəzi müəllimlər elə bunun şəklini çəkməklə istəyir. Bax bunun çölündə zaten tillər kəsişmir. Bax görürsüz. Bax bunun çölü var 6. Buna nə deyirlər? Beşgən deyirlər də. Bax bu hissədə. Onu mən elə bura olduğu kimi çəkirəm. Baxın, olduğu kimi nə edirəm? Çəkirəm. Çəkdimmi? Aha. İstəyirsə mən bunu silim. Onu da qara eləyim. O da qara kimi görünsün. Aha. Bir dəqiqə. Aha. Buradan da belə. Aha. İndi bax buradan bura çəkirəm. Özümdən təbii ki deyirəm. Görək hələ olunurmu? Belə oldu mu? İndi bax mən buradan bu yolu var. Bax buradan məsələn bunu adlandıraq gəlin. A, B, C, D, Y. A'dan C'ye olan yolu, gəl bunu da adlandıraq da. A, B, C, D, Y. İndi B'dən Y'ye var çəkdim, B'dən D'yə də çəkdim. İndi D'dən A'ya bu kəsişməsini aparmaq üçün D'dən A'ya. Onu mən çöldən aparıram. Bax bu şəkildə D'dən A'ya. Apardım mı? Apardım. Sonra D'dən A'ya getdi, D'dən B'yə çəkdi. Y'dən B'yə, Y'dən B'yə var, Y'dən C'yə. Aha. Y'dən C'yə uşaqlar diqqət edirsiniz, çəkmək olmur. Baxın, ya mən belə çəkərəm çöldən, bu yenə çöldən kəsişəcək. Ya içərdən çəkəcəm, o da kəsişəcək yenə. Deməli bunu Y'dən C'yə heç cür çəkmək mümkün deyil. Deməli verilmiş bu qraf planar qraf deyil. Planar qraf deyil. So, biz sadəcə bunu deyərək onun planar olmadığını göstəririk. Sonra da planar qraf deyil uşaqlar. Çünki gördünüz ki, Y'dən C'yə olmur. Deməli belə bir misal nümunəsinə sizlərlə baxdıq. Yəni bu günləri biz qraflar nəzəriyyəsinin homomorfluğuna və planar qraflar nəzəriyyəsinə baxdıq. Çox bəsit bir nəzəriyyədir. İkisi də bir-birindən eynidir. Prosta bəzi fərqlilikləri var. Onları mən sizin üçün burada qeyd etdim. Və bugünlük bu qədər. Gələn dərsimizdə biz izomorf qraflara baxacağıq və izomorf qrafları haqqında da bəzi önəmli teoremlər, orada Euler və Hamilton teoremlərini də sizlərə baxacağıq. Bugünlük bu qədər. Gələn dərs görüşmək ümidi ilə.